Hörmətli izləyicilərim, sizi salamlayıram ürəkdən. Yüksək səviyyəli bir mənzil təqdim edəcəm sizə. Bari Tower yaşayış kompleksində hal-hazırda qarşısında dayanmışam. Bura Ağşəhərin qaymaq sayıla biləcək ərazisidir. Yan tərəfində hünər qüllələri, qarşı tərəfində Plaza Tower və burada sizə nə az nə çox düz 17-ci mərtəbədə gözəl bir mənzil təqdim edəcəm. Binanın fasad görünüşünü sizə kadrda göstərsinlər və yavaş-yavaş daxil olaq resepsiyona, oradan da qalxaq liftə. Kompleksin blok hissəsidir, girəcəyidir. Resepsiyon burada əyləşir və sakinlər buradan liftə daxil olmaq üçün xüsusi kodlardan istifadə edirlər, dəyərli izləyicilər. Welcome, please come in. Yekəxanalıq çıxmasın, hörmətli izləyicilər. Bu kompleks ayrı bir səviyyədir. Qabağı tam açıq dəniz, zal otağından gəldinizlər. Bu o Naybiç Rezidensi, Karezi, Duran yoxsa reklam eləmişmək 350 minə 90 var, orada yerləşir. Bu təzə açılan Qarabağ Fitnessdir. Qəşəng açılış oldu o günlərin. Bu da təzə açılan Nizam Parkıdır. Çox möhtəşəm bir göl uzadı. Evin birbaşa, yəni mənzilin balkonundan görün siz nəyi görürsünüz də bu evi alsaz. İnşallah Allah hamımıza qismət eləsin. 178 kvadrat ölçüsü var. Təzə təmirdənsə bütün istifadə olunan materiallar da markada, Avropadır, korobkalar da buradadır. Qroq filan, yəni dəyərli izləyicilər. Nə istəsəz keyfiyyət yəni axtarırsınızsa bu mənzildə tapa bilərsiniz. Adi elementar sizə bir şey deyim. Bu təmiz daşdır, o panel deyil. Panel deyil, təmiz mərmərdir. Hamamdakı da mərmərdir, bu da Hindistanın təmiz mərməridir. Bura zal otağıdır, yerə vurulan paraket, sumka, keyfiyyət, palı, dəhşət bir şey. Keçək yavaş digər otaqlara. Biraz mənzildə toz var deyə gözümə toz düşüb. Əziz izləyicilərim, bura hol hissəsidir. Qapıdan girəcək buradır. 4 mənzil var. Hər blokda, hər podyezdə 3 dənə lifti var. Bunun əlavə 2 mərtəbə yeraltı qarajı, idmanlı yeri, dəhşət hər şey var da, yəni. Hol hissə ümumi hamam otağıdır bu hissə. Təzə təmirdən çıxıb deyə, görsə bəzi korobkalar zadlar da qalıb evin içində. Yəni hər aboya uyğun İtalyanın cevisi, divar kağızı. Bura bir yataq otağıdır. Zövqlü izləyicilərim bu dəqiqə bayılırlar da. Mən baxan kimi bilirəm də, yəni siz zövqünüzü mən həqiqətən bilirəm. Allah sizlə var eləsin. Odur da yəni. Hələ bir dənə pərdə pristaft edeyim burada. Uf, teatralın pərdə. Gedək. O bir tərəfə gedək. Adam ürəyə ağrıyor baxanda. Gözəllikdir də yəni. Bura növbəti bir yataq otağıdır. Valideyn yataq otağı. İçində hamamı, özünə aid olan burada qardırob otağı var. Bütün mebellər hamısı yığılıbdır. Topik də, yəni bahalı matrası ilə, qara radiator və nəzi İtalyan radiatorları ilə, zərifli pəncərənin rəngi ilə radiatorun paneli rəngi bir-birini uyumsuz, mərmər də, onluq mərmər də vurublar. Tikinti aləminə girişirəm. Gözünüzdə qəşəng uyut yaradıb və buradan da birbaşa baxırsan dəniz, operator bir dənə reski fırlat kadrı, dəniz və nə görürsünüz? Hər yerdən görünən gülləni. İndi keçək növbəti otağa. Maşın boyasıdır, təmiz. Bura qaydıroblu otaqdır. Bu yataq otağına da bir dənə keçək. Orada bir baxın, eynən də mebellər burada da yığılıbdır. Şkaflar yığılıbdır. Deməli, əziz izləyicilərim, mətbəx qaldı da, sizə mətbəxi göstərim. Gedək mətbəxə. Mən sizə deyim ki, bu mətbəxdə yemək pişirmək olan heyfi gəlir.
O qədər pul verəsən burada dolmanı iyi götürər. Adama ləzzət eləmir də. Buna bax bir dənə mətbəxə. Mətbəx mebeli marka. Klassiklə modern qarışığı. Gördüyünüz bütün bu bizim bu əl rəsmidir. Xüsusi bu ucu Bentley realizəcək. 2025 Bentley. Rusça rabota. Bura dediyim kimi panel deyil. Yəni heç kimi əzmək fikrində deyiləm. Məndə də paneldir. Sadəcə bu yəni o deyil də. Bu mərmər bahalı bir şeydir. Balkona buradan da çıxışı var. Zaldan da çıxışı var. Baxış da budur. Başqa hara qaldısa, bir də elektronikaları, bunlar da varlı izləyicilər bilirlər. Bir dənə adını görsərək, bununla da kifayətlənək markanın adını. Bu qədər. Qiymətini mən qeyd edeyim, yazım. Plus-minus eləmək olar, danışmaq yeri var. Təzə bir mənzildir. Başqa nə sualı da olsa, buyurun nömrə ilə, satış menecerimizlə, əlaqə saxlayın Orxan müəllimdən. Qulluğunuzdayıq, sağ olun, var olun.